Salam, xoş gördük. Bugün çoxlarının maraq etdiyi 3 vacib suala cavab verəcək. Mediasiya nədir? Mediator kimdir? Mediasiyada tərəflərin hüquq və vəzifələri hansılardır? Əvvəlcə mediasiyanın nə olduğuna baxaq. Mediasiya mübahisələri məhkəmədən kənar tərəflərin qarşılıqlı razılığı əsasında neytral və qərəzsiz mediatorun köməyi ilə həll edilməsi prosesdir. Burada məqsəd qalib və ya məğlub müəyyən etmək deyil, hər iki tərəfin qane edən razılığa nail olmaqdır. Bəs mediator kimdir? Mediator mübahisəni həll edən hakim deyil. O qərar qəbul etmir və heç bir tərəfin mövqeyini müdafiə etmir. Onun əsas vəzifələri tərəflərin arasında razılıq əldə etmək, danışıqları bərpa etmək və kömək etməkdir. Mediator müstəqil və qərəzsiz olmalıdır. Tərəflərin hüquqları. Mediatorun seçilməsində bərabər hüquqa malikdirlər. Öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Sübut və sənədləri təqdim edə bilirlər. Nümayəndə və vəkilin iştirakı ilə mediasiya qatıla bilirlər. İstənilən mərhələdə razılıq əldə edə və ya mediasiya prosesini dayandıra bilərlər. Bununla yanaşı tərəflərin müəyyən vəzifələri də vardır. Bir-birlərinə hörmət etmək, vicdanlı əməkdaşlıq etmək, mediatorun prosesinə qaydalarına əməl etmək, qarşılıqlı anlaşmaya nail olmaq üçün səmimi mövqe nümayiş etdirməlidir. Unutmayın, mediasiyada qəbul edilən qərar tərəflərin özləri verir. Mediator yalnız bu razılığın əldə olunmasına kömək edir. Məhz buna görə də mediasiya bir çox hallarda vaxta, xərcə və mübahisələrin qorunmasına xidmət edən effektiv yoldur.